Lütfen məlumat verir misiniz haqqında? Pasientdə də sol payda 11 santimetr sıxıntı vardır. Gecə oturmuşdan qabaq boğulma sıxılma əlamətləri əmələ gəlir. PCR sərbəst edib nəticəsi normaldır. Etrox müalicəsi qəbul edilir. Ağzı dayanmaz. Sizdə nə cür oldu şikayətlər? Nə cür başladı şikayətlər? Burada boğulmalarım var idi, gecə yaxında boğulmalarım. Bir də əsəbimlə əlaqəli. Əsəbilik var. Nə qədər vaxt buna arasılar var idi? Burada hamısı bir il, 2 il görürüm çox. Olsa əlamətləri. Sən necə oldu bizi seçdin, bizim komandanı seçdin? Doktor, sizə videolarda izləmişəm. Ancaq videolar. Bəlkə gördünüz ki, bizim xəstələrində razı qalırlar. İnşallah əməliyyatdan da sonra müsahidə edərsiniz. Pasiyentimizdə böyük ölçülü düyün var idi, 13 ildir düyünün varlığından xəbərdar idi pasiyentimiz. Lakin son illər böyümüşdü ölçüsü və artıq sıxılma, boğulma kimi şikayətləri də artmış. İcra etdik, yəni bəzi tutaq xaric olundu. Əməliyyat zamanı biz həmçinin sinir cihazından istifadə etmişdik, çünki pasiyentimiz biraz narahat idi, qorxurdu ki, səs tellərində bir problem olar. Əməliyyat olundu, sizin sayənizdə. Bu problem həll olundu, Allah köməyiniz olsun. Çox sağ olun, Azər doktor da, İsmail xanım doktor da. Hər gözə təşəkkür edirəm, çox sağ olun. Sağ olun. İndi özünü necə hiss edirsiniz? Yaxşı hiss edirəm, şükür, bugün yaxşıyım. Komandamızdan bizə razı qalmışsınız. Personala özləri təşəkkür edirəm, çox sağ olsun. Sağ olun.